Elm və Təhsil Nazirliyi və dini qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini düşüncə mədəniyyəti, pedaqoji perspektivlər mövzusunda konfrans keçirilib. Konfrans yeniyetmə və gənclərin sağlam dini biliklərə yiyələnməsi, milli mənəvi dəyərlərə və vətənə sədaqət ruhunda böyüməsi, eyni zamanda yad dini ideoloji təsirlərdən qorunması istiqamətində maarifləndirmə işlərinin sistemli təşkili məqsədi daşıyır. Biz dinlə bağlı bilikləri, xüsusilə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizəni, milli mənəvi dəyərlərimizin təbliği nöqteyi nəzərindən hansı daha etibarlı, perspektivli mənbədən istifadə edə bilərik və təbii ki, ilk ağla gələn təhsil və məktəblərdir. Bu nöqteyi nəzərindən düşünürük ki, milli mənəvi dəyərlərimizin təbliğindən, gənclərimiz, yeniyetmələr arasında onların düzgün təbliğindən, təşviqi ilə yanaşı, dini biliklərin də verilməsində təhsilin, məktəbin imkanlarından istifadə etmək məsələlərini nəzərdən keçirməyə məqsəduyğun saydıq. Təhsil müəssisələrində şəriətlə bağlı məsələlərdən söhbət gedə bilməz. Amma din də təkcə şəriətdən ibarət deyil, dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu nöqteyi nəzərdən düşünürük ki, məhz milli mənəvi dəyərlərimiz kontekstindən, dinlərin mədəni və mənəvi potensialının düzgün təbliği nöqteyi nəzərindən, gənclərə düzgün çatdırılması nöqteyi nəzərindən təhsilin də imkanlarından, potensialından istifadə etmək daha doğru olar. Konfransda gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, pedaqoji yanaşmalar və müasir təlim modelləri və dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası adlı panellərdə müvafiq dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb.